Salam. Bugün sizlərə mollusklar tipinə aid olan iki canlı göl ilbizi və anadontanın qan dövranını izah edəcəyəm. Göl ilbizinin ürəyi iki kameradan təşkil olunmuşdur. Qulaqcıq və mədəcik. Mədəcikdən çıxan qan damarlarla bədən boşluğuna tökülür. Ürəkdə həmişə arterial qan olur. Arterial qan damarlarla bədən boşluğuna tökülür və burada venoz qana çevrilir. Venoz qan yenidən damarlara yığılır və tənəffüs orqanına, yəni ağciyərə gəlir. Ağciyərdə venoz qan çevrilir arterial qana. Yenidən ürəyə qayıdır. Göl ilbizinin qan damar sistemi açıq qan dövranıdır. Baxaq anadontaya. Anadontada qan dövranında fərq ondan ibarətdir ki, anadontanın ürəyi 3 kameradan təşkil olunmuşdur. 2 qulaqcıq və 1 mədəcik. Və yenə ürəkdə yalnız arterial qan olur. Ürəkdən çıxan qan damarlarla bədən boşluğuna gəlir. Burada venoz qana çevrilir və venoz qan yenidən tənəffüs orqanına, yəni anadontanın tənəffüs orqanı qəlsəmədir. Burada arterial qana çevrilir və yenidən ürəyə qayıdır. Ümumiyyətlə, hər iki qulaqcığında arterial qan olan canlı hansıdır deyə soruşsalar, deyəcəksiniz ki, anadonta.